Salam əziz dostlar. PowerMill proqramı ilə kəm çıxartmağı başlayırıq birinci dərs. Parçanı PowerMill-in içinə daxil etmək, parçanın mərkəzini almaq və istədiyimiz yeri Z, X, Y 0 olaraq bəlirləmə dərsi. PowerMill-i açırıq. PowerMill-i açdıqdan sonra PowerMill-in belə bir səfəsi ilə tanış oluruq. Ümumi tanış olmaqları dərslərin əsnasında öyrənək ki, məmulən dərslərdə gələrlər, ümumi tanışlıq verərlər. Nə burası belə eləyir, orası belə eləyir, bu bunun üçündür, onun üçündür. Əsas məsələ öyrənəcəm, adam həm vaxt itirər, həm də öyrəndiklərinin bir çoxunu unudar, çünki işləm görmədiyi bir eğitimdir. Sizə bu verdiyim eğitimdə iş görə biləcəyiz eğitimi verirəm sırası. Getdik birinci dərs. Parçanı PowerMill-in içinə gətirməyin neçə yolu var. Birincisi, fayldan gedib import eləməkdir, modeli gətirməkdir. Məsəl üçün gedirik, desktopda, məsəl üçün gələk, lap belə öz zavodumuza, MIPA-ya, PowerMill STP və SolidWorks parçaların sonunu dəstəkləyir də. Onu yadınızda saxlayın. Gəldik lap belə Mold Project-də, MIPA-da. Tutaq ki, sızdırmaz qəlibini işləmişik, hamımıza da məşhurdur. İtici plakasını götürək gələk, open deyirik və gözləyirik. Parça ilə ilgili burada informasiya verir ki, parça belədir, elədir, adresi budur və s. Gözləyirik, bu yeşil dolandan sonra, bu yeşil elə ki doldu və burada komplekti gördükdən sonra bu hissəsində. Bilirsiniz ki, tam parçanı gətirib bura hazırdır. Bundan çıxırıq, bura bağlayırıq və indi parçamız burada görürsünüz, görüşmür. Ola bilər ki, çizimdə başqa yerdə çizilibdir. Parça burada ortada görmək üçün gəlirsiniz burada üstə, bu üstdən ikinci qutuya, View from Top Z-dən üstünə basırsınız və parçanı gətirir. İndi baxın, gətirdi parçanı. Amma bizim parçamızı belə çevirəndə parçamızı belə işləyəcəyik da, olar ki, belə işləməyəcəyik. Belə çevirmək istəyirik və bu belə durmalıdır maşın üstündə. Bunu öncə parçamızı orijinalı belədir. Buna basırıq, orijinalını görsənir. Belədir. İndi bunu belə çevirməliyik. Bunu belə çevirsək, bunu şəkil olaraq çeviririk da. Gerçəkdən özünü çevirməmiz lazım. Nə edirik? Gedirik burada parçanın özünü seçirik buradan və yaxud da gedirik modeldən, modelin üstündə sağ tuşluruq, editdən transformdan. Getdik modelə, modelin üstündə itici plakası yazıb, onun üstündə sağ tuşladıq, edit, transform və yaxud da parçanın özünü seçdik, sağ tuş, edit, transformu bastıq. Bu səhifə açıldı. Bu səhifə açılanda bizim bu parçanı çevirmək üçün rotation bölümünü istifadə edirik. Bu orta bölümü. Bu orta bölümün adı rotation'dir, yəni çevirmək. Rotation'da bu parçanı hansı eksen üzərinə çevirəcəyik. Məncə burada görüşür də, bura X-dir, bura Y-dir, bura da Z-dir, Z-i indi görünür. Məncə X-in üzərində 90 dərəcə bunu çevirsək, bu bizlə üzbəyiz duracaq. Bura yazırıq 90, X-in üstünə basırıq. Parça döndü. Parça döndü, gəldi, oldu bu vəzdə. Buradan da bastıq, gəldik, bəli, ortalan. Ola bilər ki, bu tərəfi ilə işimiz olmayaq, bəlkə istəyirik bu tərəfini işləyək. Amma indi parçanın bu üzüdür. Nə edəcəyik? 180 dərəcə daha X-də çevirsək, olacaq dalısı. İndi dalısı gəldi. Ola bilər ki, makinəyə belə bağlamamışıq parçanı. Belə bağlamışıq. Və ya belə bağlamaq məcburiyyətindəyik. İndi biz üstdən baxanda səhviyyə, bizim gördüyümüzdə ortadakı eksen dik açıdan o Z-dir. Yaxşı. İndi biz bunu Z-də gəlib 90 dərəcə daha çevirsək, Z-in üstünə bastıq, parça belə duracaq. İndi istəyirik ki, bunun arxasını işləyək.
Yenə nə oldu? Yenə X-də çevirə bilərik. Ya istəyirik belə tərsinə çevirək. Bu tərəfə belə çevirək. Bəzən elə üründür ki, belə çevirmək lazımdır. Məsələn üçün. Onda da Y-də, gedirsiniz 180 Y-də yazırsınız. Bastıq, çöndü, buraya qurduq və parça dizinə üzbəyiz durdu. Burada görürsünüz səfədə belə bir şeylər var da, buradakı. Yəni, biri qırmızıdır, biri mavidir. O sizin kafanızı qarışdırmasın deyə. Mən indi ona bir yöndəm dedim. Bu səfər bunu çördük parçamızı. Parçamız hazır vəziyyətə gəldi. İndi mən bir şeydə parçanı çevirim Z-də. Niyə deyəcəksiniz? Çünki genəldə siz belə adət eləmişsiniz. Z-də çevirdik parçamız. İndi biz istədiyimiz yöndədir və belə durdu. Düzdürmü? İndi parçamız düzdür. Buradan çıxdıq. İndi bir səfərimizdə görürkən belə, bir dənə belə ox işarətidir, bir daha da qırmızıdır. O qırmızı indi parçanın işləmədə Z0-ın göstərir. İndi düzdəyir. Onları ayarlamaq lazım. Bunu ayarlamaq üçün getməliyik work burada, üst səhifədə work plane, yəni işləm səhifəsi, işləm düzləmi. Work plane üstündə bu artıyın üstünə basırıq, belə bir səhifə çıxır. Bunu ümumiyyətcə mən silirəm delete düyməsi ilə, ya da buradan gəlirəm, delete work plane deyirəm, o silinir. İndi bu da burada bazen görüntümüzə müzahimdir da, bizə rahatsız edir. Burada gəlin sağ tıklayın, Draw Active Access-i və Draw Transform-i. Götürsəz bu işarətin, bu iki dənə işarətin. Bunlar gedəcək. Siz eləyə bilərsiniz ki, Draw Transform-u götürəsiniz, bu qalsın. İndi qardaşlar, parça gəldi, parça düz qoymuşuq. Təsəvvür edin ki, makinanın üstünə qoymuşuq. Amma nə mərkəzini almışıq, nə Z-dən almışıq. Bir düzlüğü düzdür da. Bazen parçalar da görəsiniz ki, 90 dərəcə gəlməyib, çizimdə əyri gəlibdir. Sizdə belə durub biraz. Siz bunu görməmişsiniz, göndərmişsiniz, aləm qarışıq bir-birinə bozulub. Bunu görmək üçün ki, parçaz düzdür və ya yamukdur. Bunların birinin üstünə, indi deyəcəm nə edəsiniz ki, yadınızda saxlayın, onu da test eləmiş olasınız. İndi parçayı seçirsiniz belə. Parçayı seçdikdən sonra gəlirsiniz burada üstə blok qismətindən bloka basırsınız. Blok nədir? Deyir, ham maddə. Xam maddə, dəmir, çelik. Blokun üstünə basdıq, bunu seçdik hamısını. Blokun üstünə basdıq, calculate, yəni hesabla. Kalkulator deyirsiniz da siz. Hesabla deyəndə bunun rəngi belə baxın, biraz belə idi, tünd oldu indi. Yəni, bura ham mal qoydu üstünə. Burada accept dedik, yəni onayladıq. Gəldik indi bunun üstünə, istəyirik bunun mərkəzini tapaq. Biz ümumiyyətcə orta mərkəz alırıq. Amma bəzi vaxtlar, olar ki, bu yandan və ya bu yandan, ya tək divardan mərkəz almaq istili öyrənir. İndi biz ümumiyyətcə orta mərkəzi işləyirik. Gələn dəfə ehtiyac səviyyəsinə görə 5-10 dərsdən sonra gedib fərqli nöqtələrdən mərkəz almağı öyrəşəcəyik bərabər. Biz bu parçanı seçdik, calculate elədik, bloku hesabladıq, calculate elədik, belə vəziyyət. Buradan aşağıdan, bu quşədən. Mən lap belə deyirəm, adlarını demirəm ki, kafaz qarışmasın. Gəlirik buradan aşağıdan, soldan aşağıdan, 1, 2, 3, 4, 5-incisini seçirik, yaxçı. Və buradan buna basırıq. Ona basanda səhvəmiz belə olur. Burada yeşil. Bunlar görsədir. İndi hara qoysaq bunu? Bu deyəcək mərkəzim oradır, Z-im oradır. Məsəl üçün, indi mən bura qoysam, orta mərkəzi olmayacaq. Olacaq köşə mərkəz, Z olacaq, məsəl üçün bura, ən üst. Bura olacaq köşə mərkəz, Z də ən alt. Bura olacaq köşə mərkəz, Z ortası parçanın. Belə. İndi biz ümumiyyətcə Z-imizi orta mərkəz ən üstdən alırıq. Bəzən də Z-imizi orta mərkəz altdan alırıq da, bilirsiniz, manyetikdən ölçü çıxırıq. O saati deyirəm, qoyursunuz belə. İndi biz bunun üstünə tıkladıq. Bura belə bir qırmızı vəziyyət oldu. Amma aktiv deyil hələ. Biz bunu aktiv etməmiz lazımdır. Bunu aktiv etmək üçün gedirik yine work plane-ə, çalışma səhifəsinə. Bunun üstündə sağ tıklırıq, aktiv düyməsinə basırıq və tekrar gəlirik. Yenə də ən son blokumuzu, yəni ham maddəmizi
Calculate edirik. İndi hesablanıbdır və vəziyyət buradadır ki, görürsünüz. İndi burada 3 dənə rəqəmlər yazır da. Buradır, buradır, buradır. Bu bizim mouse'umuzu götürəndə deyir parçanın harasıdır. İndi biz bura ortaya gələndə göstərir ki, 0, 0, 0. Yaxınlaşdırdım, qoydum. Üçü də 0'dir, yəni mərkəzi 3'dür. Bunu yoxlamaq üçün sağdan baxırıq. Ürünü buradan götürürük. Bax, buna bassaq ürün gedər, sadəcə blok qalar. Buna da bassaq ürünün içərisini göstərər, transparent. Ən yaxşısı budur ki, buna basasınız, buradan yaxınlaşdırasınız. Görəsiniz, bu aşağılıq və ya üstlük deyil. Ki, ümumən olmaz, otomatik imkansızdır. Bəli, bəzən də ola bilər ki, səhv olsun. Bunu düzəltməniz lazım. Bir yöntəmi odur. Ki, görəsiniz, orta mərkəzi nəvəzdə düzdür. Və son yöntəmi, bu parçanı seçirsiniz. O parçanı seçəndən sonra yenə calculate, gəlirsiniz blok hesablamağa. Burada kalkulatörü vuranda, məsəl üçün hesabladı, burada rəqəmlər yazır. 696 x dəyəridir, yəni parçanın x-də uzunluğudur. 366 y-də uzunluğudur. Hər vaxt gördünüz ki, bu rəqəmlər eşit şəkildə doğrudur, yəni 348 ilə eşitdir, cəm olub 698 və yaxud da 183 ilə 183 eşitdir, cəm olub 366. Bilin ki, orta mərkəzi düzdür. Burada da parçanın z dəyərini veribdir. 0-dan 38, 13'dür. Biz onu elə revizə etmişdik. Bu indi beləsi. Bir dənə son testimiz var. O testimizdə odur ki, parça buruq deyil burada şəklimizdə. Olar ki, çizimizi çizib, son dəqiqə render eləyəndə əli dəyib parça burulub. Biz də bunu bilməmişik, elə yendirmişik. 1 dərəcədir, amma görmürük. Bağlamışıq, işləmişik, parçaya çevirmişik, önü ilə arxası tutmur bir-birinə. O nə edirik? Onu gəlirik tək bir duvarın birini. Tək duvarların birini seçirik. Yenə gəlirik calculate deyirik. Tək duvarın birini seçəndə mütləq bir şeyin dəyəri 0 olmalıdır. Baxın, bunların x-in, z-in, y-in birində 0 olsun. Olmalıdır. Çünki tək duvar seçdik da bir yüzeyi seçdik. Məsəl üçün gəldim bu yüzeyi seçdim. Hesabladım, indi z 0 oldu. Gördünüz? Gəldim bu yüzeyi hesabladım. Hesablatdım tekrar. Y 0 oldu. Gəldim bu yüzeyini seçdim. Yine hesablatdım. Y 0 oldu. Yəni nə mənə? Yəni parçanın hər tərəfi 90'dir. Heç bir tərəfində də yamuqluq yoxdur. Bir yol zaviyə də yoxdur. Parçamız düzdür. Bu birinci dərsimiz dostlar. Bu dərsi ikinci və ya üçüncü günəcən mənə təslim edin. İkinci dərsi və üçüncü dərsi belə davam edək. Hamınızı Allah'a tapşırıram. Şad qalın və səlamət olun.